Muhammed sallallahu aleyhi ve selleme. Hətta peyğəmbərlikdən əvvəl belə Muhammed əmin deyirdilər. Etibarlı, əmanətə xəyanət etməyən Muhammed sallallahu aleyhi ve sellem. Əmin olan. Hətta müşriklər, qardaşlarım, gündüz ona düşmənçilik edən, üzərinə qılınc çəkən, dini ilə razılaşmayan, özünü öldürmək istəyən, sahabələrinə əziyyət edənlər, axşam gətirib yanına əmanət qoyurdular. Bilirdilər ki, xəyanətləməyəcək. Allah Resulü hicrətdən əvvəl bütün hər kəsin əmanətini özünə qaytarır. Bunu filan kəsə verin, bunu filan kəsə verin. Subhanallah. Elə bir Rasulun xain ümməti ola bilməz. Muhammed Rasulullah deyən xain ola bilməz. Heç bir şeydə, qardaş. Heç bir şeydə. Hətta baxışda belə mi? Hətta baxışda belə. Çünki Allah Azze ve Celle deyir ki, Allah xain baxışları belə bilir. Sən qardaş, xəyanət